Dünən də fikirlərimi bildirdim ki, bu Çempionlar Liqasıdır. Burada yəni istənilən nəticəni gözləmək lazımdır. Və elə də oldu bugün. Sanki bugün Ajax'ın əvvəlki 5 oyunda alınmadığı, yəni bu oyunda alındı, belə deyək. Və mən fikirlərini bildirmişdim ki, bu komanda əvvəlki oyunlarda məğlub olmağına baxmayaraq, yəni istənilən rəqibdən daha üstün futbol oynayıb. Və bugün də bunun şahidi olduq. Və buna baxmayaraq futbolçularımla razı qaldım. Biz meydanda döyüşərək məğlub olduq. İnanın ki, bugün heç ümidvaram ki, nə azarkeşlərdə, nə də bizdə bərabərlik haqqında ümumiyyətlə düşünmürdük. Biz qalib gəlmək istədik, o ruhu vermişdik futbolçularımıza. Ona görə oyunun sonuna kimi bizim oyuncularımız demək olar ki, hücumda daha çoxluq olmağa çalışırdılar. Və əlbəttə ki, azarkeşlərimizə təşəkkür eləmək istəyirəm və əsl düşünürəm ki, futbol bayramı idi bugün, sadəcə bir qalibiyyət çatışmadı. Baxmayaraq bu cür yağışlı havada sonrakı bizlərlə oldular və güvəndilər bizə. Biz də çalışdıq onların güvənini əlbəttə ki, itirməyək, amma dediyim kimi futboldur, burada belə nəticələrə hazır olmaq lazımdır. Amma inanın ki, belə məncə hamı oyundan həzz aldı, sadəcə nəticə biraz əksinə oldu.